Bismillahirrahmanirrahim. Dua insanın Allahla rabitəsidir. Bu acizliyin etirafı, qəlbin fəryadı və ruhun yüksəlişidir. İnsan ümidini kəsdiyi zaman, çarəsiz qaldığı an dua ona qurtuluş qapısı açır. Amma dua yalnız çətin anların deyil, həm də ruhun gündəlik ehtiyacıdır. Allah buyurur, məni çağırın, mən də sizə cavab verim. Bu ilahi vəd Allahın bəndəsinə nə qədər yaxın olduğunu göstərir. Dua edən bir insan yalnız çağırmır, eyni zamanda Allaha tərəf yaxınlaşır. Onun mərhəmət qapısını döyür. İmam Sadiq əleyhissalam belə buyurur. Dua nazil olan və nazil olmayan bəlaları dəf edir. Yəni bəzən elə bəlalar var ki, dua olmasaydı insanın başına gələcəkdi. Dua isə bu bəlaları sakitcə qarşısına alır. Özü isə hiss etməz. İmam Əli əleyhissalam isə duanı müminin silahı adlandırır. Dua silah kimidir. Amma silahın iti olması ilə yanaşı, istifadə edən də bacarıqlı olmalıdır. Yəni, dua səmimi və ixlaslı edilməlidir. Quru dillə deyil, yanaraq qəlbdən gəlməlidir. Dua insanın ruhi rahatlığına, qəza və qədərin dəyişməsinə, psixoloji olaraq insanın ümidlənib güclənməsinə, Allaha yaxınlaşmasına və insanın mənəviyyatının artmasına səbəb olur. Bəzən biz dua edirik, amma cavabını dərhal görmürük. Bu zaman unutmamalıyıq. Ya Allah istəyimizi daha xeyirlisi ilə əvəz edir, ya qəza bəlaya sipər edir, ya da əvəzini axirət mükafatı kimi saxlayır. Dua yalnız bir dilək deyil, imanın göstəricisidir. Dua Allahla canlı rabitədir.